Səndə, yəni orqanizmdə D və K vitamini düzgün paylaşılmır. Hardan bilirəm? Çünki səhər yuxudan durursan, elə bir gecəni yatan adam sən deyirsən. Yenə yorğunsan, halsızsan, yuxun gəlir, durub işə getməyə həvəsin yoxdur, eləcə deyirsən axşam olsun yatan. Bax, bunların elə əsas səbəbi orqanizmdə D və K vitamininin düzgün paylaşılmaması. İndi deyəsən qardaş, necə edək? Necə düzgün paylayaq? Ekrandakı rəqəmlər izah edeyim. Sənə lazım olan For D3K2 vitaminidir. Çünki bu vitamini həftədə bir dəfə içdiyin zaman D vitamini kanı birbaşa sümük və əzələlərə yönləndirir, dişlərə çatdırır. Nəticədə diş tökülmələri, diş ağrıları bunlara son qoyur. Əzələlərdə olan gərginlikdir, sümüklərdə olan ağrılardır, qığırdaq yeyilməsidir. Bunların hamısının qarşısını alır. Damarlarda K vitamininin çökməsini önləyir, damarların ötürücülüyün və keçiriciliyin yaxşılaşdırır, damarların elastikliyin bərpa eləyərək qan dövranını normallaşdırır. Beləliklə də ürək xəstəliklərinin yaranmasını önləyir. Eləcə də immun sistemini gücləndirərək əhval-ruhiyyənizi yaxşılaşdırır, sizi virus, qrip tipli xəstəliklərdən də qoruyur. Ən əsası əhval-ruhiyyənizi yaxşılaşdırır, iş qabiliyyətinizi yüksəklərə daşıyır. Ölkənin bütün apteklərində var, olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız bal oğlanla hər zaman sağlam qalasınız.